Oyun barədə gözləntilər nə idi və gözlədiniz ki, meydanda olacaqsınız və öz performansınız barədə nə deyə bilərsiniz? İlk öncə bütün azərkeşlərə təşəkkür bildirirəm bu dəstəyə görə, mühtəşəm dəstəyə görə. Oyuna qayıdarkən təəssüflər olsun ki, yəni hazırladığımız kimi alınmadı. Son oyunları çəkirdik, amma bu Çempionlar Liqasıdır. Biz burada səviyyəni görürük. Son oyunlar istədiyim kimi alınmadı. Baxmayaraq ki, hazırlıq yaxşı keçib. Oyuna gələrkən tam məşqçi dediyi ilk hissədə alınmadı bizdə. İkinci hissədə yaxşı oldu. Çalışacağıq ki, bu bugünkü oyuna, bugünkü səhvlərdən dərs çıxardaq, özümüz üçün elədiyimiz səhvləri təkrarlamaq və daha ağıllı, daha yaxşı növbəti oyuna hazırlaşaq. Bu yaşda İngiltərə Premyer Liqası təmsilçisinə qarşı vacib oyunda meydana daxil oldunuz və sizcə hələ də uzun müddət oynaya bilərsinizmi? Yəni bu templə, bu mübarizədə və pis də daxil olmadınız oyuna. Yəni öz performansınız barədə nə deyə bilərsiniz? Sözsüz ki, daha çox oynamaq istəyirik, amma biz bir neçə turnirdə iştirak edirik və baş məşqçimiz də rotasiya etməlidir. Və biz hamımız hazır olmalıyıq, hər bir anda baş məşqçi bizə lazım isə komanda kömək eləməyə, meydançaya girib komandaya dəstək olmaq. Çalışıram məşqlərdə həmişə cavanlarla eyni tempdə məşq edeyim. Nə qədər gücüm çatırsa, mən komandama kömək eləyəcəyəm. Nə qədər gücüm çatırsa, mən canımı verəcəyəm bu kluba. Yəni mən özümü bu klubda görürəm. Çox sağ olun, uğurlar. Spasibo большое. Sağ olun.